Həftəlik bürclər 19 maydan 26 maya doğru bürclər nələr gözləyir və bəzi bürclər 4 bürc üçün uğurlu, 2 bürc üçün isə bir balaca narahat edici bir həftə olacaq. Ehtiyatlı olmalısınız. Ümumi dəyərləndirsək, Saturn balıq bürcündə keçid edib, balıq bürcündə dövriyəni aktivləşdirici Saturn qıraqdan kənarın, belə deyim də, sosiallığın və kənar danışıqların təsir edən, ən sərşəkil təsir edən planetlərdən biridir. Biz nəyə fikir verməliyik? Birinci növbədə, belə deyim də, 19 may ilə 25 may aralığında yeni çağın, yeni dövrün başlanğıcı başlaya bilər. 25 maydan da Saturn Qoç bürcünə keçid elədiyi üçün, belə deyim də, idarə, belə deyim, dünyada insanlar üzərinə təsir və insanların bir-birinə qarşı müdaxiləsində böyük bir dəyişikliklər olacaq. Buna ən böyük təsir edən bir məqamlardan biri super gücü olan Plutonun ümumi Saturndan insanlar üzərində təsirinin, etkisinin aktivləşməsi olacaq. Balıqlar, qız bürcüləri, əkizlər və oxatanlar çox uğurlu həftəyə keçə bilərsiniz. Yəni bu həftənin mükəmməlliyindən şansı olaraq, uğur olaraq, maddiyyat olaraq, özünüzü göstərmə olaraq, sosiallığı, ətrafı ələ almaqla əlaqədar şansınız olacaq. Amma və lakin qoçlar və tərəzilər, hər addımımızı 100 dəfə ölçürük, hər addımımızı 100 dəfə analiz edirik. Çünki bu həftə bizim üçün o qədər sınaq bir həftə olacaq, qoçlar və tərəzilər sizə aiddir. Belə deyim də, bizə əlavə gözlər lazım olacaq. Hər şeyi algılamaq üçün insanlara güvənmək lazım deyil. Bacardığınız qədər xırda-xırda addımlar atıb analiz edici qüvvənizi gücləndirməz. Bu həftədən qoçlar və tərəzilər çox ehtiyatlı olun. Yəni başa düşdüyümüz və gördüklərimiz heç biri olduğu formada deyil.